Salam dəyərli abituriyentlər. Gəlin Turan Tədris Mərkəzinin 15 fevral 2026-cı il tarixində keçirdiyi buraxılış 4 imtahanının 10-cu sinif suallarının izahı ilə sizləri tanış edim. İlk öncə dinləmənin suallarından başlamaq istəyirəm. Deməli, birinci sualımızın cavabında olacaq B. İkinci sualın cavabı First Class Act Y variantı. Üçüncü sualımızın cavabı olacaq A. Dördüncü sualımızda birincisi A, ikincisi B, üçüncü B, dördüncü isə A olacaq. İndi isə qısa mətnlərimizə baxırıq. What is the purpose of the letter? Məktubun məqsədi nədir? Hello dear Laura. Salam əziz Laura. I am writing to apologize for my recent behavior. Son davranışlarım üçün üzr istəyirəm. I hurt your feelings and I am so sorry for that. Səni çox incitdim və buna görə çox üzr istəyirəm. I hope that you can forgive me for my rude behavior. Ümid edirəm ki, siz mənim kobud davranışımı bağışlaya bilərsiniz. Sincerely Bob. Hörmətlə Bob. A variantında to scold a friend, dostunu danlamaq. B variantında to thank for the behavior, davranışa görə təşəkkür etmək. C variantında to apologize for the rude behavior, kobud davranışına görə üzr istəmək. Bəli, doğru cavabımız olacaq bizim C variantı. Kobud davranışa görə üzr istəmək. What is the purpose of the advertisement? Bu reklamın məqsədi nədir? Chinese conversation lessons are offered by a native teacher. Çin dilində danışıq dərsləri ana dili müəllimi tərəfindən keçirilir. Call in the afternoons on 698-7521. Günortadan sonra bu nömrəyə zəng edə bilərsiniz. Ask John. John'dan soruşun. A variantında to examine John's knowledge. John'un biliklərini yoxlamaq üçün. To ask for help, kömək istəmək üçün. To offer a good job, yaxşı iş təklif etmək. To give John to chance to learn Chinese, John'a Çin dilini öyrənmək şansı vermək üçün. To offer help in studies, təhsildə kömək təklif etmək üçün. Burada doğru cavabımız olacaq to offer help in studies, təhsildə kömək təklif etmək üçün. Doğru cavabımız E variantı. 7-ci suala baxırıq. What is the purpose of the letter? Məktubun məqsədi nədir? Dear sir, hörmətli cənab. I am writing to find out of the information concerning TOEFL test. TOEFL testləri ilə bağlı məlumat almaq üçün yazıram. I want to study at one of the US university. ABŞ universitetlərindən birində təhsil almaq istəyirəm. I shall be grateful if you send me all the necessary information I needed. Lazım olan bütün məlumatları mənə göndərsəniz, minnətdar olaram. Yours sincerely Raul. Hörmətlə Raul. A variantına baxırıq. To thank for the information. Məlumat üçün təşəkkür etmək. To ask for information. Məlumat tələb etmək. Məlumat soruşmaq yəni. To complain about universities. Universitetdən şikayət etmək üçün. D variantında to announce a vacancy. Vakansiya elan etmək. To send an invitation. Dəvət göndərmək. Burada bizim doğru cavabımız to ask for information. Məlumat əldə etmək, məlumat soruşmaq. Doğru cavabımız B variantı. Keçirik növbəti mətnimizə. Read the passage and answer the questions 8-12. 8-dən 12-yə qədər olan sualları mətni oxuduqdan sonra cavablandırmaq lazımdır. A dictionary is one of the basic tools for anyone who is interested in learning language. Deməli, lüğətlər haqqındadır gördüyümüz kimi. Lüğət dili öyrənməklə maraqlanan hər kəs üçün əsas vasitələrdən biridir.
It is a book that gives a list of the words of a language in an alphabetical order and explains what they mean. Bu bir dilin sözlərinin əlifba sırası ilə siyahısını verən və onların mənasını izah edən bir kitabdır. A dictionary provides different kinds of information about a word. Deməli, lüğət bir söz haqqında müxtəlif növ məlumatlar verir. Dictionaries may tell you how to pronounce words, explain the history of words and how their meanings have changed over the centuries. Deməli, lüğətlər sözlərin necə tələffüz olunduğunu, sözlərin tarixini və əsrlər boyu mənalarını necə dəyişdiyini izah edir. They may also give you explanation of unusual phrases. Onlar həmçinin sizə qeyri-adi ifadələrin də izahını verə bilər. Dictionaries give useful and interesting information about many other aspects of a language. Lüğətlər dilin bir çox digər aspektləri haqqında da faydalı və maraqlı məlumatlar verir. 8-ci sualda soruşur. Mətn nə haqqındadır? A variantına baxırıq. A tool for a language learner. Deməli, dil öyrənənlər üçün bir vasitə. Bəli, elə doğru cavabımız A variantıdır. 9-cu sualda soruşur. Choose a correct statement according to the passage. Mətnə əsasən doğru fikri seçin. Dictionaries never explain the history of words. Lüğətlər heç vaxt sözlərin tarixini izah etmir. Təbii ki, bu səhv variant olacaq. The pronunciation of a word is usually given in a dictionary. Lüğətlərdə sözün tələffüzü də verilir. Bəli, bu doğru cavabımızdır. Dictionaries aren't important for learning a language. Dil öyrənmək üçün lüğətlər vacib deyil. 3 səhvdir. Explanation of unusual phrases can be found in a dictionary. Qeyri-adi ifadələrin izahını da deməli biz lüğətlərdən tapa bilərik. Doğru cavabımız 2 və 4 E variantı. Keçirik 10-cu suala. Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamla. A dictionary gives useless information about language. Deməli, lüğətlər deməli verir, dil haqqında faydasız məlumat verir. Təbii ki, bu səhv cavab olacaq. B variantına baxırıq. Provides information about a language learner. Dil öyrənən haqqında məlumat vermir o. C variantına baxırıq. C variantında is not so essential for language learners. Dil öyrənənlər üçün o qədər də vacib deyil. Biz mətn oxuyanda gördük ki, çox vacibdir. D variantına baxırıq. Explains why meanings of the words have remained constant. Sözlərin mənalarının niyə sabit qaldığını izah edir. Sözlər dəyişir. Niyə dəyişdiyini izah edir. Sabit qaldığını yox. Many contain explanations of extraordinary expressions. Qeyri-adi ifadələrin izahlarını da verir lüğətlər. Bəli, elə doğru cavabımız E variantı olacaq. 11-ci sualda isə which of the following is false according to the passage. Mətnə əsasən hansı səhvdir? Ona baxmalıyıq. Dictionaries include information about the history of words. Lüğətlərə sözlərin tarixi haqqında məlumatlar daxildir. Bu doğru variantımızdır. False variant kimi biz bunu götürə bilmərik. Dictionaries give both the meaning of words and information about them. Lüğətlər həm sözlərin mənasını, həm də onlar haqqında məlumat verir. Bəli, bu da doğru variantdır. Yəni səhv variant kimi bunu biz götürə bilmərik. Language learners usually use dictionaries. Dil öyrənənlər adətən lüğətlərdən istifadə edirlər. Bəli, bu da doğrudur. Information about other aspects of language can be included in dictionaries. Dilin digər aspektləri haqqında da deməli məlumatlar lüğətlərdə var, daxil edilə bilər. Bəli, D variantı da doğrudur. Deməli bizim yanlış cavabımız E variantıdır. Mətnə əsasən yanlış cavabımız, testə əsasən doğru cavabımız. The words in a dictionary are given in a random order. Deyir ki, lüğətdəki sözlər təsadüfi qaydada verilir. Xeyr, əlifba sırası ilə verilirdi. Keçirik 12-ci sualımıza baxırıq. Choose a correct statement according to the passage. Mətnə əsasən doğru cavabı tapmalıyıq bu dəfə.
Dictionaries never explains the history of words. Lüğətlər heç vaxt sözlərin tarixini izah etmir. Təbii ki, bu olacaq yanlış variantımız burada bizim. İzah edirdi. Bizə lazımdır doğru variant. 2-yə baxırıq. The pronunciation of a word is usually given in a dictionary. Deməli, lüğətlər həm sözün tələffüzü adətən lüğətdə verilir. Bəli, verilir də. Deməli, bu bizim doğru cavabımızdır. Dictionaries aren't important for learning a language. Dil öyrənmək üçün lüğətlər vacib deyil. Bu yanlışdır. Explanations of unusual phrases can be found in a dictionary. Qeyri-adi ifadələrin izahını lüğətlərdən tapmaq olar. Bəli, doğru cavabdır. Yəni 12-ci sualın doğru cavabı oldu 2, 4. 13-cü suala keçirik. 13-cü sual qrammatika ilə bağlı sualdır. Modal feillərdir. Baxırıq, görürük ki, A variantında have to qrammatik cəhətdən doğrudur, couldn't da doğrudur. Digər 3 variantımız isə yanlışdır. C variantında ought-un to'su yoxdur. D variantında should to ilə işlənməz. E variantında da need to ilə işlənməz. Həm də modal feil kimi şəxsə görə dəyişməz. Deməli, bizə burada 2 variant qalır. İndi baxırıq. My dad hurt his feet, so he couldn't work in the garden anymore. Deməli, atam ayağını incitdiyinə görə çox gəzə bilmir. Burada doğru variantımız olacaq bizim B variantı. Sonra 14-də baxırıq. Biz bilirik ki, B variantı olacaq. Biz bilirik ki, insanın peşəsini soruşduqda, canlılara sual verdikdə, insanın peşəsini soruşduqda what'dan istifadə edirik. Aunt qadın olduğuna görə bizə lazımdır qadın cinsi olan əvəzliyimiz. Deməli, doğru cavabımız olacaq. What was Fuad's aunt? Fuadın xalası neçədir? Yəni, peşəsini soruşur. She was an actress. O, aktrisadır. Doğru cavabımız D variantı. 15-ci suala baxırıq. Deməli, kompleks obyektə aid bir sualdır. Burada made'i görürük. Made görən kimi bilirik ki, bizim doğru cavabımız olacaq C variantı. Heç tosuz və ing-siz feil. 16-cı sualda isə as English is, as adi dərəcədə olan sifətin adi dərəcəsinin göstəricisini görürük biz burada. Ənin ingilis dilisi bacısınınki kimi yaxşıdır deyəndə perfect deyirik. Doğru cavabımız D variantı olacaq. Deməli, 17-ci sualda how many variants are correct? Neçə variant doğrudur? Bura baxanda görürük ki, bir də doğrudur, much özündən sonra müqayisə gətirir. 2 də doğrudur, little better, better də doğrudur, much better doğrudur, much more better, better better. Hər biri doğrudur. Doğru variantımız bizim burada olacaq A variantı. 18-ci suala baxırıq. Jack likes football. Yenə də baxırıq, təsdiq cümlədir. Cümləmiz inkar olanları çıxırıq. Ayrıca da inkar cümlədə işlənər. Çıxırıq. Doğru cavabımız D variantı. 19-cu sual yenə baxırıq, zamanla bağlı sualımızdır. İndiki bitmiş zamanın zərfini görürük. Biz bilirik ki, indiki bitmiş zaman have, as üstəgəl participle to ilə düzəlir. Student cəm olduğuna görə have, joined olacaq. 20-ci sualımız article bağlı sualdır. Və burada biz təyin edicilər görürük. My və his, yəlik əvəzlikləri və yəlik əvəzliyindən sonra heç bir article işlənmədiyinə görə doğru cavabımız Y variantı. 21-ci sualda while Matilda was walking in the street, she felt that somebody was following her. Bəli, burada while-da digər tərəflərimizə keçmiş zamandadır. Doğru cavabımız olacaq A variantı. 22-yə baxırıq. 22-də xəbərimiz təkdədir. Every of-la işlənməz. Every-dən sonra the article gəlməz. Bunlar yanlış cavablardır. Everyone of olacaq. Doğru cavab A variantı. 23-cü sualda cümlə qurmaqdır. Susan didn't do all her tasks by herself. Doğru cavabımız 3, 2, 5, 3, 2, 5, bəli, 4, 1. Doğru cavab D variantı. 24-cü suala baxırıq. Which word doesn't go with the others? Hansı söz digərləri ilə uyğun deyil, ona baxmalıyıq.
Baxanda görürük a plumber, an actress, an engineer bu sözlər peşə ilə əlaqəli sözlərdir. School isə məktəb deməkdir. Yəni bunlara uyğun deyil. Doğru cavabımız B variantı olacaq. 25-ci sualda mübtəda ilə xəbərin uzlaşmasını görürük biz. Seçməliyik, tapmalıyıq. Ted's old jeans. Ted'in köhnə cinsi. Cəmdə olduğuna görə bizə cəm xəbər lazımdır. Doğru cavabımız bizim olacaq 2, 4. 26-cı sual isə şəklə əsasən hekayə yazmaqdır. 35 sözdən ibarət. Təşəkkür edirəm dəyərli şagirdlər.